Zənci də taxaq. Belə bir maraqlı mənzərədən hər kəsi salamlayıram. Yeni videoda sizi xoş gördük. Düşünərsiniz ki, bu nə videosudur, amma düşünməyin. Videonun formatı ümumi mənim kanalımda olan paylaşdığım videolara, ümumi gələn kommentariyaları oradan seçib bəyəndiyim və yaxud da cavablamaq istədiyim kommentariyaları seçmişəm və həmən kommentariyalara bu videoda cavab vermək istəyirəm. Bu format xoşunuza gəlsə, növbəti hissələrini də, növbəti partlarını da çəkə bilərəm. Sizdən asılı olaraq, çünki video izlənməsindən çox şey asılıdır. İlk kommentariyamıza keçid edək və kommentariyamız belədir. Səidə Qarayeva adında bir xanım yazıb. Allah YouTube çıxaranın evini yıxsın, tərbiyələndirici, vətənpərvər paylaşımlar olsa hamı baxar. İlahi övladlarımızı qoru, dünya dağılır, dövlət hara baxır, işsizlik, fahişəlik baş alıb gedir. Birincisi, sizin əgər YouTube narahat edirsə və siz YouTube'da olan paylaşımlar xoşunuza gəlmirsə, çox asan formada, yəni YouTube'u televiziyanızdan da, telefonlarınızdan da, həmçinin uşaqlarınızın da telefonundan çox rahatlıqla silə bilərsiniz. Heç kim YouTube'u sizin telefonunuza məcburən yazmır. Əgər avtomatik olan bir şeydirsə, bunu siz silə də bilirsiniz. Qaldı ki, vətənpərvər paylaşımlar edilsə yazmışsınız. Siz inanın, mənim kanalımda şəhid videosu da var. Yəni şəhidə aid olan bir video da var. Onu mən mütləq ki burada qoyacağam. Böyük ehtimal burada bir yerdə qoyacağam. İnanın, onun baxışına da baxarsınız. Trans geylərin də aid olan videoya da, onların da gələn baxışına baxarsınız və fərqə baxarsınız. Görərsiniz ki, həqiqətən də hansına daha çox baxış gəlir və ondan sonra siz izləyicilər də, həmən yazan xanım da buna qərar verər ki, hansı daha çox baxılır. Siz inanın, heç bir halda vətənpərvər videolara baxılmır. Məlumat dolu videolar en qədərdir YouTube'da. Baxırıq mı? Baxmırıq. Sadəcə kommentariya bildirmək üçün siz tərbiyədən, uşaqlarınızın tərbiyəsindən pozulmasından danışdığınız halda yazdığınız kommentariyada sonunda söyüş yazırsınız. Siz hansı tərbiyədən danışırsınız, mən bilmirəm. Yəni, məncə sizin özünüzün də tərbiyənizdə problem var. Çünki tərbiyə gözləyən insan yazdığı yazısına da fikir verməlidir də. Yəni, nə deyim valla sizə. Növbəti kommentariyamıza keçək. Leyla Türk adında bir izləyici yazıb. Bu hansı videodur deyim sizə. Öncə video haqqında məlumat verim ki, biləsiz hansı videonun altına yazıb kommentariya. Deməli, mən Kəmalə Günəşli, yəni Nigulya kimi tanıdığımız müğənninin videosunu paylaşmışam və videonun altına xanım bir kommentariya bildirib. Yazıb ki, niyə Kamilə, Mirələm, Alma xanım, Səbinə niyə batmırlar? Sən dirəşmisən ki, mən müğənni olmalıyam, toylara getməliyəm. İşitməzdin də, elə qara qızı oxuyardın, şou proqramlar bərbaddır. Ona görə sən varsan, müəllimin dediyini belə anlamadın, təşəkkür edirsən və ən böyük faciə odur ki, cəmiyyətin səviyyəsini sənin kimlər müəyyənləşdirir. Mən belə deyim də sizə, əgər bir müğənni çıxır, o izlənir və mahnıları, nə deyim, toylarda, xoş günlərimizdə hamının əslində səslənirsə və buna tələbat varsa, bu yəni ki, qarşısını almaq mümkün deyil də. Əgər bunun tələbat varsa, sizin yazdığınız səsli, möhtəşəm olan ifaçılar başqadır da, yəni ki, necə deyim sizə, məsələn deyim, Aygün bəylər kimi sənətkar nə qədər məsələn qazancı var idi, yaşayış tərzi necə idi. Baxın, elə sənətkarlar çox da maddiyyat qazana bilmirlər. Niyə qazana bilmirlər? Çünki biz şou proqramlarımıza
xoş günlərimizə deyib, gülüb, əyləndirə biləcək insanları dəvət edirik. Məncə, məsələn, mən də o xanımı, yəni Kəmalə xanım Günəşlini sırf əyləncə üçün öz şad günümə, məsələn, dəvət etməyi, yəni ki, istəyərəm, niyə də istəməyim. Yəni, hal-hazırdakı günümüzdə nəzərdə tuturam da, yəni, sabah başqa bir əyləncəsi gözəl olan, şou proqramı gözəl aparan ifaçı olarsa, o da ola bilər. Təbii ki, mənim də bəyənməyim önəmlidir. Əgər biz belə insanları, sizin bəyənmədiyiniz belə insanları böyük bir kütlə öz xoş gününə çağırırsa, yəni bu onun sənətkar, dahi insan olduğunu demir. Sadəcə insanlar əylənmək üçün müəyyən öz sevdikləri insanları dəvət edirlər. Burada da bir qəbahət olmadığını düşünürəm və sizin saydığınız Mirələm, Alma xanım və s. belə səsi gözəl olan müğənnilər də, onların da öz sevənləri var. Amma insanlar xoş günlərində, yenə də təkrar edirəm, əylənmək istədiyi, əyləndirə bilən insanları çağırırlar ki, heç kim toyun əvvəlindən axırına kimi təbii ki, ana muğamatı ilə toyu davam etmir. Ona görə də insanlar əylənmək üçün, xoş günlərində əylənmək üçün əyləndirə bilən insanları çağırırlar. Yəni bu çox bəsitdir. Yəni necə deyim sizə, milyonlar izlənir onların buraxdığı ifaları YouTube'da, hansısa bir trend platformalarda mı deyim. Yəni burada qəbahət yoxdur. Əgər tamam bunlar izlənirsə, demək ki bu kütlə var da. Okay, siz deyirsiniz, həmən sizin kimlər bu səviyyəni, kütləni müəyyənləşdirir falan da, belə bir şey yoxdur. Zövqlər müxtəlifdir və müzakirə olunmaz bir şeydir də. Yəni bu nə sizə qalıb, nə mənə qalıb, nə də bir başqasına ki, mən gedib kiminsə yaxasından yapışıb da deyə bilmərəm ki, sən filan kəsi toyuna çağırma, sən bunu toyuna çağırmaqla sən bizim zövqümüzü korluyursan. Yox, belə bir şey yoxdur. Mən əgər bir insanı sevmirəmsə, mən onu öz izlədiyim platformamdan blok edə bilərəm çox rahatlıqla. Və yaxud da əgər görərəm ki, bu platforma izlədiyim TikTok mu, Instagram mu, YouTube mu deyim, məsəl üçün deyirəm, bu platformada ancaq belə tip insanlar, hansı ki mənim düşündüyüm ki, bu çox səviyyəsizdir, bu belədir, bu belədir. Mən əgər görərəm ki, bu insanlar çoxluq təşkil edir, mən o platformanı heç əsəbimi də pozmadan telefonumdan udalit eləyərəm, silərəm. Yəni görməmək üçün. Yəni bunu deyib də siz səviyyə müəyyənləşdirirsiniz, nə bilim, hansısa bir kütləni. Bu mənasız, boş bir fikirlərdir də. Necə izah edeyim sizə? Bilmirəm, izah edə bilirəmmi, yoxsa bilmirəmmi? Yəni çox boş fikirlərdir də. Başa düşürsünüz. Növbəti kommentariyə keçək. Mən bir transın videosunu paylaşmışam və həmən videonun altına bir bəy yazıb, Rəşid Şirəliyev adında. Bu bizim qonşu olub, Nərmiş nədir bu? Qədəm mən bunu 6-7 ildir görmürdüm. İndi gördüm, bu elə uşaq vaxtından dəmir yol priyezin arasında uşaqlarla bunun başına 50.000 oyun açırdılar. Bu elə uşaq vaxtından qız kimi aparırdı özünü. İndi arzusuna çatdı. Mən belə deyim, mən bu kommentariyi nəyə görə seçdim? Bu trans falan, hərənin öz həyatı var, heç kimi aidiyyəti yoxdur da. Mən transı müzakirə üçün bu videonu, bu kommentariyanı seçməmişəm. Mən bu kommentariyanı sırf o yazır, uşaqlar başına 1000 oyun, 50.000 oyun açırdı. Mən həmən o uşaqların valideynlərini qınamaq üçün bu kommentariyanı seçmişəm. Çünki əgər biz öz övladlarımızı düzgün, mental sağlam böyütsək, heç kimin həyatına qarışıb və yaxud da sırf uşaqlıqdan belə yazır bəlkə 50.000 oyun açırdılar. Yəni yaxşı, 50.000 oyun açan uşaqlar hansı tərbiyədə böyüyüb yetişiblər? Məncə onların ailələrində problem var. Bu bir insanı, bir uşağı uşaqlıqdan təkliyib də deyir 50.000 oyun açırdılar başına.
Yaxşı, onda məncə bu uşaqları qınamaq və uşaqları qınamaq deyim də, uşaqların valideynlərini qınamaq lazımdır ki, bunlara düzgün formalaşdırmaq, düzgün böyütməli idilər ki, heç kimin övladına belə pis yanaşmasınlar, pis bir formada hərəkət etməsinlər, pisliyi üçün heç bir iş görməsinlər. Necə deyim sizə? O təcavüz falan bu formada hər halda nəzərdə tutur da. Mən düşünürəm ki, təcavüz edən insanda problem var. Təcavüz olunanda deyil. Təcavüz edən insan problemlidir. Mən bunun kommentariya yazan insanın mən düşünürəm ki, öz dünya görüşündə də problem var. Çünki sən nə dərəcədə təcavüz olunanı deyil də, təcavüz edəni deyil də, təcavüz olunanı qınayırsan. Sən məncə əgər görürdün ki, məsəl üçün, sən yaxşı insansansa, görürdün ki, kimisə təcavüz edirlər və yaxud da kiməsə bir pislik edirlər, sən onun qarşısını almaq üçün nəsə etdinmi? Məncə etməmsən. Etməmsən ki, bugün bu kommentariyanı yaza bilirsən burada. Məncə səndə problem var və həmən o təcavüz edən uşaqlarda və onların ailəsində problem var. Mən bu mövzuya bu formada yanaşmaq istəyirəm, çünki doğrusunu, mənim üçün doğrusu budur. Bilmirəm, siz də öz fikirlərinizi bildirin. Növbəti bir kommentariya keçək. Bu tolikdə kimi çox pul qazanır, kim bərk gedir, tez özünü verir onun yanına. Mən bu fikirlə razı olmadığım üçün bu kommentariyanı seçdim. Mən deməli Kəmalə Günəşli ilə Tolikin videosunu paylaşmışdım, qısa bir videosunu. Həmən videonun altına gələn kommentariyadır bu. Demək, mən razı deyiləm, çünki Kəmalə Günəşlinin reytinginə Tolikin ehtiyacı yoxdur. Çünki Tolik hal-hazırda estradamızda ənlərin starları ilə vaxtı ikən çalışıb. Biri Aygün Kazımova, Respublikanın xalq artisti, ikincisi də Respublikanın xalq artisti Röya Ayxandır. Yəni, məncə Tolikin Kəmalə Günəşli kimi yeni çıxan bir ifaçının reytinginə ehtiyacı yoxdur. Yəni, Tolik, necə deyim sizə, zaten tanınan insandır, tanınan simadır və vaxtı ikən də çox böyük insanlarla, yəni adını çəkdiyim, böyük, yəni öz işinin, sahəsinin böyük insanları nəzərdə tuturam. Onlarla işləyən bir insandır. Yəni, bu məncə sadəcə fikir bildirmişsiniz, sadəcə fikir bildirmək üçün yazmışsınız bu kommentariyanı. Yəni, çox boş kommentariyadır. Məncə biraz oturun, düşünün də, lazımsız, gərəksizdir də, yəni, belə deyim sizə. Deməli, mən indi kommentariya oxumayacağım. Sadəcə burada bir yerlərdə 2-3 eyni bənzər kommentariyaları seçib burada qoyacağım. Onlara baxarsınız. Deməli, mənim paylaşdığım videoları, paylaşdığım formatlar haqqında narazıçılıq edənlər var. Mən onlara açıqlama bildirmək istəyirəm. Buna özümü borc bilirəm. Çünki əgər bir izləyici məni kanalıma seçib videolarımı izləyirsə, məni seçmiş kimi olur da. Yəni, tənqid etsə də, təhqir təbii ki yox, tənqid edə bilər, hansısa nəsə irad bildirə bilər. Sadəcə bunlara fikir bildirmək istəyirəm ki, yəni mənim paylaşdığım format haqqında iradlar bildirir. Mən belə açıqlama bildirim ki, mən niyə belə bir müddət belə paylaşımlar etdim. Deməli, mən YouTube-a başladım videolar paylaşmağa. Mən orada təbii ki tanınan simalar, mənim formatım tanınan simaları TikTokdan, Instagramdan maraqlı videolarını seçib qısa və yaxud da uzun formatda paylaşmaqdır. Bir müddət daha normal paylaşdım. Arxa fona öz şəklimi falan belə qoymurdum. Amma bir müddətdən sonra gördüm ki, YouTube bunu biraz müəllif hüquqları falan, təlif haqqı belə falan belə şeylər verir. Mən məcbur oldum. Bəzən bulanıq, bəzən arxasına, artıq bəzən deyil də, əvvəl biraz bulanıq paylaşdım videolar ki, təlif haqqı gəlməsin. Amma daha sonra sadəcə arxasına öz şəklimi qoydum, fon şəkli olaraq. Yəni, YouTube-a bildirmək üçün ki, yəni bu videoları mən özüm düzəldib də paylaşıram. Bu məqsədlə siz sadəcə müəyyən şeylər, YouTube-un müəyyən qanunlarını bilmədiyiniz üçün belə kommentariyaları bildirirsiniz. Mən buna okeyəm, heç bir
yəni pis bir fikirdə deyiləm. Zaten belə bir şey də ola da mənim elə düşüncəyə sahib biri də deyiləm. Sadəcə sizə açıqlamağı borc bilirəm özümə ki, əgər siz məni izləyirsinizsə, mənim kanalımı izləyirsinizsə, mənim paylaşdığım videoları izləyirsinizsə, iradlarınız da mənə qəbuldur. Yəni ki, və onlara da açıqlama bildirməyi də sizin üçün mütləq ki, bunu edəcəm və edirəm də. Ona görə yəni mən editləyəndə, düzəliş edəndə videoları artıq mən məcburam arxa fona müəyyən özümə aid hissələr paylaşım ki, və bunun da mənim düzəltdiyimə YouTube əmin olmalıdır. Çünki YouTube bunu bəzən təsdiqləmir və silməyi videonu tələb edir. Ona görə mən belə formatda, nə formatda paylaşıramsa bunu düzgün qəbul edin. Hə, iradlarınızı bildirə bilərsiniz. Bəzən səsləri tezləşdirirəm, musiqi olan yerlərini daha da tezləşdirirəm. Çünki musiqiyə qətiyyən YouTube icazə vermir. Kiminsə, lüboy bir insanın fərqi yoxdur. Öz müəllif hüquqları var deyə YouTube buna musiqi olan hissələrini mən tezləşdirirəm ki, təlif haqqı YouTube bunu videonu silir deyə. Amma müəyyən tezləşdirmələr də edirdim söhbətlər arasında, amma zamanla onu etmirəm artıq demək olar ki, belə. Növbəti bir kommentariya keçək. Orhan Murad yazır. Bu yaxınlarda rəhmətə gedən aktrisa Çimnaz Sultanovanın videosunun altına yazır. Mənim kanalımda təbii ki. Allah rəhmət eləməsin, Allah atəşini bol eləsin cəhənnəmdə, amin. Buna rəhmət yazanlar da gedin biraz tərbiyə, ədəb öyrənin. Bunun kimlər rəhmət deyə elə qaldırıb başımıza çıxartmışsınız. Öldür cəhənnəmə getdi. İnşallah digərləri də tezliklə cəhənnəm olub gedərlər. Allah rəhmət eləməsin, amin. Allah əzabını artırsın. Bu kommentariyanı ilk dəfə oxuyanda belə mənim bilmirəm necə çatdırım sizə, belə içdən çox pis oldum da. Həqiqətən kimliyindən asılı olmadan və sən onu realda tanımadan, etmədən sadəcə televiziyadan, sosial medialardan gördüyün qədəri ilə sən bu nifrət səndə yaranıb. Mən hal-hazırda danışıram belə, bilmirəm, elə etik danışmaq istəyirəm ki, o insan da başa düşsün. Mən o insanı öldürmək yox da izah etmək istəyirəm ki, o yazdığı kommentariyadan müəyyən qədər peşman olsun. Bu məntiqdə olan insan, ölünün arxasıca belə düşünən insan, belə sərt çıxış edən insan məncə biraz insanlıqda payı çox zəifdir, belə deyim sizə. Bir insanın keyfiyyəti çox aşağıdadır da. Sən tanımadan, bilmədən, sadəcə sosial mediada, televiziyada gördüyün insan haqqında necə bu qədər nifrət dolu ola bilərsən ki, bir insan açıq-saçıq geyinirsə, bir insan əgər müəyyən pozalarda, şablon, yəni adi insanların etmədiyi pozalarda mı deyim, şəkillərmi, videolarmı deyim, paylaşırsa, bu insan mütləq kimi fahişədir. O demək deyil məncə. Xeyr, əsla bu o demək deyil. Biz dünya starlarına da baxdıqda, onların kliplərinə mi deyim, kinolarda olan aktrisalar mı deyim, açıq-saçıq geyimlər, yəni bu insan haqqında yazdığınız insan haqqında onlardan da pis geyinirlər. Biz onlara çox zövqlə, çox maraqla, çox belə, nə bilim, kinolarına biletləri neçəyə olur olsun alıb sinemalarda belə gedib baxırıqsa, orada heç bir problem görmürüksə, niyə öz müskülərdə də, öz starlarımızda da, öz aktrisalarımızda, öz müğənnilərimizdə də gördükdə bizə çox belə pis yanaşırıq? Nəyə görə pis yanaşırıq belə? Çünki biz fərqində deyilik ki, həmən insanlar adi, sıravi insanlar deyil. Onlar aktrisadır, onlar səhnə insanıdır. Onlar, nə bilim, müəyyən bir kütləyə sahib, sevilən, fərqi yox. Təbii ki, hər kəsin sevəni olduğu kimi, hər kəs dediyim, yəni bu düz deyə, adi insanlarda da var. Səni məsələn, dayın oğlu çox istəyirsə, bibin oğlu çox istəməyə bilər. Məsəl
verirəm adi bir şey. Sevilən, tanınan simalar, starlarda da belədir. Hər kəsin sevdiyi olduğu kimi sevmədiyi də var. Bu normal bir şeydir, amma bu qədər sərt çıxış edib də, nə bilim, ölünün arxasınca belə danışmaq heç qətiyyən düzgün deyil və yaraşdırmıram mən öz millətimə belə düşüncəyə sahib olmasını, nə bilim, bilmirəm. Məncə bu düşüncədən çıxmaq lazımdır. Mən belə düşünürəm ən azından. Bilmirəm. İndi izləyici Baboşun videosunun altına yazdığı kommentariyanı sizin üçün oxuyuram. Bu Baboşun heç kimlə işi yoxdur. Başını salıb aşağı öz toyuq cücəsi ilə, evi eşiyi ilə məşğuldur. Ev canlıdır. Qadın kimi göstərməmək üçün də nə lazımdırsa əlindən gələni hər şeyi edir. Fonda söyüş söyən ən azından o sənin kimi heç kimə söymür və tərbiyəsizlik eləmir. Tərbiyəsizliyi sən edirsən, elə buna görə də Baboşun səndən daha çox hörmətə layiqdir. Mən bu əslində xanımla razı olduğum üçün bu kommentariyanı oxuyuram sizin üçün. Bu kommentariyanı seçmişəm. Çünki həqiqətən düz deyir də insan. Adam TikTokerdir də, necə deyim sizə, izlənir, sevilir, sevməyəni təbii ki, bayaqki kommentariyada qeyd etdiyim kimi, hər insanın sevəni olduğu kimi mütləq sevməyəni də var və heç kim də heç kimi sevmək məcburiyyətində deyil. Əgər bir insanı sən sevmirsənsə, televizordursa onu kanaldan da çevirə bilərsən, digər kanala çevirə bilərsən, telefondadırsa həmən insanı bloka ata bilərsən ki, o insanın artıq videoları sənin qarşına çıxmasın. Ki bu xanım həqiqətən də doğru fikir bildirir də. Yəni insan heç bir şey eləmir. Biz bildiyimiz heç kimə zərəri toxunmur. Adam canlısını açır, evində oturur, dediyi kimi toyuq cücəsi ilə məşğuldur. İndi hansısa maneraları var, hansısa cinsi yönəlimi ola bilər ki, biz onu bilmirik. Mən şəxsən özüm heç bir şey görmədiyim halda, gördüyüm halda da belə olsa, məsəl üçün deyirəm, görməmişəm, mən Baboşu realda tanımıram. Sadəcə olan məsəl üçün desəm, bir insanın qüsurunu görüb də onu böyük kütlə qarşısında paylaşmaq, böyük kütlə qarşısında təhqir etmək də düzgün deyil. Bu dini baxımından da günahdır, insanın keyfiyyət olaraq da düzgün bir şey deyil. Yəni sən bir insanın qüsurunu görüb də bunu insanlar içində rəzil etmək nə dərəcədə insanlığa sığır. Yəni məncə bunu düşünmək lazımdır. Bu xanımın kommentariyasını mən dəstəklədiyim üçün oxuyuram sizin üçün. Düşünərsiniz ki, mən ancaq səhnə insanları, tiktokerlər haqqında bildirirəm. Yəni nəyə görə bunlar haqqında bildirirəm? Çünki mənim kanalımın da zaten formatı və videoların çoxluğu bu insanlara aid olduğu üçün gələn kommentariyalarda bu yönəlindədir. Ona görə yəni nəzərə alın və ona görə videonu dəyərləndirin. Növbəti video TikToker Arzum haqqındadır. Yəqin ki, tanıyırsınız hamınız. Almaniyada yaşayan Azərbaycanlımızdır. İzləyici yazıb. Bu Arzum tulası da elə Bakılıların adını batırır. Efirdə söyüş söymək nə bilim nə. Yaxşı əri işdə gücdə çox vaxtı anlamır bunun dilini. Bəs bunun evində kişi yoxdur. Ata onun canlılarına baxıb nə deyir? Olaydı əri bizimkilərdən ağzını cırıb qoyardı ora. Mən xanımla, bu yazan xanımla razı deyiləm. Arzum 10 yaşlarından səhv etmirəmsə Almaniyada böyüyüb ailəsi ilə birlikdə orada həyat qurub özünə, həyat yoldaşı, ailəsi, uşaqları, 5 uşağı və mən o xanımın tərbiyəsizliyini görməmişəm. Mən o xanımı illərdir izləyirəm TikTokda və tərbiyəsizlik və pozğunluq yönündə bir videosunu görməmişəm də. Sözlər çıxır, hansı ki biraz bizə ədəbsiz gələ bilər, amma yəni sadəcə o səmimiyyətdən elə sözlər deyir. Bunu da durub həmən insanın tərbiyəsiz, əxlaqsız, əxlaqında problem axtaran bir formata gətirib çıxartmayaq məncə. Çünki insan öz evində, öz ailəsinin yanında canlı açıb əgər izləyiciləri ilə söhbət edirsə, burada bir əxlaqsızlıq, burada bir tərbiyəsizlik var demək deyil də. Yəni ki, siz niyə bu qədər
negativ dolusunuz, insanlara içinizdə nifrət dolusunuz. Yəni bu nifrətin səbəbi, mən bu nifrətin səbəbini çox da açıqlayaram, amma istəmirəm bu videonu uzadım. Çünki nifrətin səbəbi sırf sizin içinizdə olan problemlərlə dolayıdır. Çünki qarşınızdakını da çox pis düşünürsünüz. Çünki insan illərdir, sizin düşüncənizdə açıq-saçıq geyinə bilər. Mən onları müdafiə eləmirəm, heç onlar məni tanımır belə. Bəlkə onlar mənim bir dəfə də heç videomu görməyib, bir dəfə heç üzümü belə uzaqdan görməyib. Sadəcə olaraq mənə videolarıma yazılan kommentariyalara fikir bildirirəm ki, çünki mən həmin insanları platformadan olsa belə, yəni izləyirəmsə və videolarında paylaşıramsa, müdafiə etmirəm, sadəcə doğru bildiyimi izah edirəm. Kimsə fişəng atdı deyə mən həm qorxdum, həm də reaksiyam biraz oldu. Bunun üçün sorry. Belə fikrim yayındı fişəngdə. Bu kommentariya isə sırf TikToker Vaga'ya gəlib. Vaga'nın bacısı videoda danışdığı həmən videoya gəlib, belə deyək. Xanım deyir ki, pis şey yazmayın, valideynlərinə pis təsir edir. Bəs o valideynlər verdikləri tərbiyədən xəcalət çəkirlərmi? Ya yetimçələrinin təbliğatı nəticəsində pis örnək olduğu gənc nəslin valideynlərinə baxıb sevinir, sual verir və nida qoyub. Mən belə deyim də sizə, mən Vaga'nı falan qınamıram, yəni qınamıram necə bu kommentariyada, yəni Vaga aid deyil, sadəcə mənim bu kommentariyada seçib bura sizə açıqlama bildirməyimdə səbəb odur ki, mən düşünürəm ki, heç kimin övladı televiziyada olan məşhurlardan, tiktokerlərdən, nə bilim, platformada olan, YouTube'da olan heç kimdən örnək götürməməlidir. Və uşaqlarınıza doğru tərbiyəni, doğru düşüncəni ötürsəniz, onlar valideynlərindən doğru tərbiyəni, doğru örnəyi, doğru nədirsə onlardan tərbiyə almalıdır. Heç kim Vaga'dan, heç kim nə bilim televiziyada olan, nə bilim məşhurlardan örnək və yaxud tərbiyə almamalıdır. Siz əgər bunu yazan insan hər halda valideynsiniz, sizin öz düşüncənizdə də problem var. Çünki niyə? Bu kommentariyanı yazdığınızda belə sizin düşüncəniz, məntiqiniz doğru deyil. Çünki siz düşünürsünüzsə ki, sizin övladınız Vaga'dan tərbiyə alır, siz zaten başdan yanlışsınız. Sizin övladınız problem olması çox normaldır. Siz özünüz zaten başdan yanlışsınız. Sizin dünyaya gətirdiyiniz uşaq yanlış olması olsa nə olar, olmasa nə olar. Tərbiyə verən evdə valideyndir. Tərbiyə verən TikTokda yayımçı Vaga deyil, nə bilim TikTokçu o deyil, bu deyil, televiziyada o deyil, bu deyil. Televiziya, sosial media tərbiyə yeri, tərbiyə məkanı deyil. Siz bunu başdan yanlış bilirsiniz. Əgər tamam, okey, deyirsinizsə ki, Vaga pis örnəkdir sizin övladınıza, telefon alıb verməyin övladlarınıza. Telefon alıb vermişsinizsə də TikTokda TikTok qadağası qoyun, nə bilim YouTube qadağası qoyun. Okey, uşağınıza nəzarət edin, kimləri izləyir, nələri izləyir. Yəni bunu siz düşünməlisiniz. Vaga sizin uşağınıza məni gəl izlə demir ki, siz onu tərbiyələndirirsiniz. Siz öz övladınıza örnəksiniz. Vaga və yaxud da bir başqası örnək olmamalıdır. Siz bunu yanlış anlamışsınız. Siz özünüzdə birinci bunu düzgün anlayın ki, öz övladınıza da nəyin düzgün olduğunu ötürə biləsiniz. Bu qədər. Deməli, burada bir mən video paylaşmışam. Orada bir orta yaşlı insan öz övladlarının ona belə necə deyim sizə, vəfasız olmasından bəhs edir. Onu itirib axtarmamağından, belə loru dildə desək, bəhs edir. Və həmən videonun da altına yazan bir izləyicinin kommentariyasını sizə təqdim edirəm. Torpağın üzü soyuqdur, tez unudurlar. Qənirə Paşayeva, Allah rəhmət eləsin, unuduldu. Gözəl insan, Allah məkanını cənnət eləsin. Eləcə də Hökümə xanım və onun bir yerdə rəhmətə gedənlər, Allah rəhmət eləsin. Şəhərə çıxmışdım,
Şaxta Baba ilə, Yolka ilə şəkil çəkdirənləri gördüm. Nifrət elədim həyata. Çox vəfasız, etibarsız həyatda yaşayırıq. Unudurlar hər şeyi. Tez körpə balaları yandı, diri, necə şənlənirlər. Lalə Azərtaş elə ağlayırdı. Yeni il günü verilişdə oynayırdı. Heyf ölən bir də çəkən ailələr, Allah ailələrinə səbir versin. Okey, mən dediyinizlə razıyam. Amma həm də razı deyiləm. Nəyə görə? İnsan doğulub da dünyaya gəlmək olduğu kimi, həmçinin də bu dünyadan getmək də var və bu hər kəsə aiddir və heç kim də, necə deyim sizə, yəni dondurucuya girib də bu dünyanı tutub qalmır da. Yəni mütləq ki, bir gün gəldiyimiz kimi bir gündə çıxıb gedirik bu həyatdan. Yəni bu müvəqqəti olan bir həyatdır. Allah heç kimə göstərməsin. Doğmalarımızı belə itirdikdə müəyyən bir vaxtdan sonra biz məcbur həyata davam edirik. Çünki bu həyat davam edir. Hər şeyə rəğmən bu həyat davam edir. Okey, mən də razıyam. Bir ölkənin əgər şəhidi varsa, bir ölkənin əgər, bilmirəm, bir faciə olubsa, mən də əylənməyin, deyib gülməyin, musiqinin, şənliyin mən də əleyhinəyəm. Amma hər şeyə rəğmən həyat davam edir. Hər şeyə rəğmən həyat davam edir. Əgər insanlar düşünürsə ki, düzgün etmir, yanılırsınız məncə. Çünki həqiqətən həyat o qədər qısadır ki, səhər, nəinki səhər, bir saat sonra başımıza nə gələcək, heç kim bundan sığortalanmayıb. Qaldı ki, siz deyirsiniz ki, illərlə, bir il, nə bilim, nə qədər matəm olsun, nə bilim, belə olsun, əylənməyək, şənlik qoymayaq, bayram olmasın, Yolka olmasın, Şaxta Baba olmasın. Yəni, bu nə qədər davam edə bilər sizcə? Hər bir ailədə körpə böyüyür, onlar da əylənməyə, onların da əylənmək haqqıdır, necə deyim sizə, onlar da Şaxta Baba, Yeni il, Yolka, bunlar onlar üçün zaten var. Hər şeydən də onları məhrum edək, yaxşı, bəs o uşaqların uşaqlığı necə keçsin? Siz bu tərəfdən düşünürsünüzsə, digər tərəfdən də düşünməlisiniz, axı, ümumilikdə düşünməlisiniz, nə bilim. Beləliklə, bu videonun da sonuna gəldik. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub, videomu like etməyi də yaddan çıxartmayın. Məni digər platformalarda da izləmək üçün TikTok və Instagram səhifələrimi də bura qoyuram. Oradan da mənə izləyib öz fikirlərinizi bildirə bilərsiniz. Mən də istəyirəm müəyyən qədər YouTube-la öz kanalımı inkişaf etdirim. Təbii ki, inkişaf zamanla və səhvlər, doğrular üzərinə gedir, belə deyim sizə. Videoya başlayanda hava açıq idi, gündüz idi, amma artıq hava qaralır, yavaş-yavaş. Buranın mənzərəsi ilə videomuzu burada bağlayaq. Çox təşəkkür edirəm izlədiyiniz üçün. Özünüzdən müğayət olun, sevgi ilə qalın. Gəlin videonu bu mənzərədə bağlayaq. Belə bir mənzərədəyik. Buradakı hündürlüyü də baxın. Belə. Sağ olun. Növbəti videolarda görüşərik.